Salam, kanalıma ve videoma hoş gelmişsiniz. Mən Ayan Abbasova. Bugün sizlərlə birgə 11-ci sinif buraxılış imtahanına necə hazırlaşmaq lazımdır, mən özüm necə hazırlaşmışam, hansı vəsaitlərdən istifadə etmişəm, bu haqda danışacağıq. Elə isə gəlin başlayaq. İlk olaraq onu bildirmək istəyirəm ki, mən bu il 11-ci sinif imtahanı vermişəm, yəni 2026-cı ildə və ümumi balım 280,8 olmuşdur. Bugün sizlərlə onu danışacağıq ki, özüm 11-ci sinif olsaydım yenidən hansı səhvləri etməzdim və yaxud da nəyi fərqli edərdim. Gəlin fənlər üzrə gedək. İlk olaraq Azərbaycan dili fənnindən başlayaq. Mənim Azərbaycan dili fənnimdən buraxılış nəticəm 95,5 bal idi, səhv etmirəmsə. Dəqiq baxıb videoda qeyd edərəm. Mənim Azərbaycan dilindən, belə deyim, əvvəldən bazam yaxşı idi. Yəni 9-cu sinif imtahanında da mən Azərbaycan dili fənnindən 29 düz yazmışdım. Bu il isə 28,5 olmalı idi, səhv etmirəmsə. İlk olaraq Azərbaycan dilində sizə ən çox verən mətn tapşırıqlarıdır, xüsusən də açıq suallardır. Ona görə də sizə ən böyük tövsiyəm odur ki, əgər 3-cü qrup deyilsə, xüsusən mətnlərə diqqət edin. Çünki sizə ən çox balı mətnlər verir. Mətnin açıq sualları da sizə çox bal verir. Ona görə də mətnləri çox işləməyiniz sizin üçün çox faydalıdır. Amma mətnlər əsas bal verir deyə, digər qrammatika hissəsini də kənara ataq deyə bir şey yoxdur. Əgər sizin məqsədiniz yaxşı bal toplamaqdırsa, mütləq ki, gərək qrammatika hissəsində yaxşı biləsiniz. Mən qrammatikaya necə hazırlaşırdım? İlk olaraq mən hər hansısa bir qayda kitabından belə oturub hər dərs qayda oxumurdum. Mənim yalnızca hədəfin qayda kitabını almışdım. Hər hansı bir qaydanı dəftərimdə tam tapa bilməyəndə və yaxud da yenidən oxumaq istəyəndə, bəli, o zaman hədəfin kitabına baxırdım. Amma belə mən 9-cu sinifdən hazırlığa gedəndə, müəllimə bizə qaydaları izah edəndə, mən həmin izahları götürüb dəftərimə yazırdım və inanın ki, bu mənə o qədər kömək oldu ki, yəni mən belə deyim ki, demək olar ki, qayda kitabının üzünü açmadım 3-cü qrup olmağıma rəğmən. Yəni həmin dəftər mənə çox kömək oldu və sizə də tövsiyəm odur ki, əgər bu videonu izləyirsinizsə, 9 və yaxud da xüsusən 10-cu sinifsizsə, Azərbaycan dili fənninə hazırlığa gedirsinizsə, əsas qeydlərinizi qayda haqqında bir dəftər tutub dəftərinizə yaza bilərsiniz. Çünki siz əl yazma ilə yazanda həm yadınızda daha yaxşı qalır, həm də ki, onu oxuduqca inanın ki, yəni kitabdan oxumaqla öz əlinizlə, yəni öz əl yazmanızı oxumaq, yəni məncə eyni effekti vermir. Çünki kitabı oxuyanda daha az yadda qalır, lakin öz əl yazmanızı oxuyanda həm daha sürətli oxuya bilirsiniz, həm də ki, daha yaxşı yadınızda qalır. Mətn hissəsində isə mən hansı kitabdan istifadə etmişəm? Mətnlərdə mən düşünürəm ki, əsas toplunu işləməyinizdir. Yəni, birinci hissə toplu və ikinci hissənin topludakı mətnləri işləsəniz, həqiqətən də, yəni buraxılışa da eyni tipdə mətnlər düşür, siz çox öndə olacaqsınız. Lakin mən əlavə bir mətn kitabı 11-ci sinifdə istifadə etməmişəm. 9-cu sinifdə bəli istifadə etdim, amma 11-ci sinifdə mənim olsa mətnlərim yaxşı idi deyə yenidən hər hansısa bir mətn kitabı almağı açığı ehtiyac görmədim. Lakin siz mətnləriniz, belə deyim, yaxşı deyilsə, əlavə bir kitab da ala bilərsiniz. Yəni, sırf buraxılış imtahanına uyğun olan, indi çox kitablar var, amma buraxılış imtahanına uyğun o qədər də çox kitablar yoxdur. Qrammatikadansa, yəni, mən düşünürəm ki, düzdür, topluda kifayət edər əslində. Amma toplu ilə bərabər mən nə işləyirdim? Mən 3-cü qrup olduğum üçün MHŞ-in Azərbaycan dili qayda sualları olan kitab var idi, xüsusən qrammatika qaydalarına aid və həmin kitabı işləyirdim. Yəni, oradan da hər mövzunu açığı işləməmişəm. Sadəcə hansı mövzuda düşünürdümsə ki, mənim boşluğum var, bu mövzunun üstündən yenidən keçsəm daha yaxşı olar. Həmin mövzuları həmin kitabdan bir daha işləyirdim. Yəni, mən Azərbaycan dili hazırlığım bu şəkildə olub və o cümlədən mən dərsə gedəndə müəllimənin öncəki illərin qəbulları müəllimədə olurdu, daha doğrusu buraxılışları, qəbulları, öncəki illərin sınaqları və mən götürüb həmin qəbullardan, buraxılışlardan, sınaqlardan işləyirdim. Yəni, əlimə hansı test keçsə, həmin testi işləyirdim və siz də çalışın ki, çox test işləyin. Çox test işləmək sizi həqiqətən də daha nə aparacaq?
Əlinizdən gələn qədər ona görə də əvvəlki illərin OTK sualları ola bilər, buraxılış sualları ola bilər. Xüsusən də buraxılış imtahanına artıq 2 ay qalmış bu buraxılışları işləməyə başlasanız düşünürəm ki, daha yaxşı olar. Çünki imtahana az qalmış, artıq hansı səhvləriniz çıxacaqsa 2 ay müddətdə qalmış artıq bitirsəniz və yaxud da 1 ay qalmış bitirsəniz, bu 1 ayda həmin o səhvlərinizin üzərində işləyərək tamamlaya bilərsiniz. Bir də ki, Azərbaycan dili mətnlərlə bağlı bir tövsiyəm də var ki, ilk olaraq mətnin suallarını oxuyun. Çünki siz sualları oxuduqda artıq mətnlə tanış olmuş olursunuz və mətnə məlumatlı girirsiniz. Yəni mətni oxuyub suallara baxsaz, məcbur olub bir də mətnə qayıdırsınız. Amma ilk olaraq sualları oxuyub mətnə başlasanız, inanın ki, bu sizin üçün daha yaxşı olacaq. Əgər siz tam əksini eləyirsinizsə, düşünürəm ki, bir dəfə bu metodu yoxlayın və görəcəksiniz ki, həqiqətən daha az vaxtınız getir mətn işləməyə. Və başqa nə işləyə bilərsiniz? Deməli, dimin sinif topluları olur. Ta ki 8, 9, 10, 11-ci sinifə aid. Əgər hər şeyi bitirmisinizsə və işləməyə başqa test tapa bilmirsinizsə, həmin o sinif toplularını da işləyə bilərsiniz. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzinin kitabları həqiqətən də daha yaxşıdır və buraxılışa daha çox uyğundur. Ona görə də düzü hal-hazırda bazarda bir çox kitablar var, amma siz çalışın ki, tam belə deyim, buraxılışa uyğun modelləri işləyin. Yəni əlavə modellər işləyərək öz beyninizi yormağa mən düşünürəm ki, həqiqətən də ehtiyac yoxdur. Daha sonra gələk riyaziyyat fənninə. Mən riyaziyyatdan necə hazırlaşırdım? Mən 11-ci sinif buraxılış imtahanında riyaziyyatdan 89 bal yığmışdım və mən belə deyim ki, demək olar ki, riyaziyyat hazırlığına noyabr ayında başlamışam. Düz ondan öncə başqa müəllimlə davam edirdim, lakin noyabr ayından etibarən sıfırdan yenidən başladım və toplunu demək olar ki, hər iki hissəsini 2 dəfə bitirdim. Düzdür, bu çox çətindir və sizə qətiyyən tövsiyə etmirəm. Çalışın ki, hazırlıqlarınızı sentyabrdan artıq başlayasınız. Düzdür, bəzi müəllimləri görürəm ki, avqust ayından başlayırlar, amma mən düşünürəm ki, avqust ayından başlamaq o qədər də məntiqli deyil. Niyə? Çünki siz əgər hazırlığa avqust ayından başlasanız, inanın ki, artıq dekabr, yanvar aylarına gələndə şagirdlər o qədər yorulur ki, xüsusən də 11-ci siniflər. Bir tərəfdən buraxılış, bir tərəfdən blok, yəni belə tıkanma gəlir də sanki uşaqlara. Ona görə də sentyabrın əvvəlləri və yaxud da ortalarından başlamaq ən gözəlidir. Elə mənim bütün hazırlıqlarımda elə başladı. Yalnızca blokdan tarix avqust ayında başlamışdı. Digər bütün hazırlıqlarım sentyabrda başladı və normal da hər birini çatdıra bildim. Riyaziyyatdan əsas işləməli olduğunuz odur ki, toplu. Yəni riyaziyyatı nə qədər fırlasanız da yenə də ən əsas topludur. Yəni toplunu bilən şagird riyaziyyatdan %100 də yaza bilər. Çünki topluda çox qəşəng suallar var. Hətta bəziləri blok imtahanına uyğun olur sualların. Mənim müəlliməm məsələn onları seçirdi. Mən işləmirdim. Mən yalnızca buraxılış imtahanına aid olanları işləyirdim. Siz də əgər buraxılışa hazırlaşırsınızsa müəllimənizə deyə bilərsiniz ki, tutaq ki, bloka aid sualları çıxardın. Mən yalnızca buraxılışa aid olan sualları işləyim. Çünki yəni beyninizi əlavə şeylərlə yükləməyin. Riyaziyyat elədir ki, toplumunu və qaydaları yaxşı bilsəniz, İnanın ki, sizə buraxılış çox rahat gələcək və qaydaları mən necə oxuyurdum? Gəlin bu haqda danışaq. Qaydaları mən hər hansı bir qayda kitabından oxumurdum açığı. Mənim müəlliməm, mən fərdi onlayn dərslərə qoşulurdum. Mənim müəlliməm İstər 9-cu sinifdə, istər 11-ci sinifdə eyni müəllim olub və hər mövzunun qaydasını mənə yazdırırdı və mən o qaydaları dəftərimə yazırdım. Oxumaq lazım olanda oradan oxuyurdum və mənə inanın ki, bu çox rahat gəlirdi və mənə yalnızca hansı qaydalar lazımdırsa, hansılar əsasdırsa onları yazdırırdı. Yəni bloka aid olan qaydaları və yaxud da buraxılışa heç vaxt düşməyən qaydaları mən çox da oxumurdum. Düzdür, bəzən üstündən keçirdim, amma yenə də oxumağa ehtiyac yox idi məncə. Çünki siz də əlavə yüklərlə beyninizi yormayın. Yəni buraxılışa nə düşürsə onu oxuyun, kifayətdir. Və mən riyaziyyatdan əlavə nə işləyirdim? Riyaziyyatdan toplu ilə birgə güvənin kitabını işləyirdim. Tutaq ki,
bir bölməni topludan bitirəndə daha sonra təklərini və ya cütlərini seçib güvənlik kitabından işləyirdim. Daha sonra sınaq toplusu var idi. Oradan sınaqlar işləyirdim. O cümlədən müəllimə mənə hardan sınaq tapsa onları atırdı və mən də onları işləyirdim. 20 sınaq kitabı olsun. Az öncə vurğulamağı unutdum. Azərbaycan dilindən də 20 sınaq kitabını işləsəniz isə çox kömək olacaq. Həm qaydaları, yəni qrammatik hissəsi, həm mətn hissəsi çox mükəmməldir. Hər birinizə tövsiyə edirəm ki, mütləq həmin o 20 sınaq kitabını işləyəsiniz. Riyaziyyat daha çətindir. Yəni düşünürəm ki, biraz bloka daha uyğundur. Amma yenə də işləməyə cəhd göstərə bilərsiniz. Çox yaxşı kitabdır. Və riyaziyyatdan da ən əsas odur ki, öncəki illərin buraxılış imtahanlarını işləyin, OTK sınaqlarını işləyin və xüsusən buraxılış imtahanlarını işləsəniz artıq özünüz də görəcəksiniz ki, hansı çətinlikdə düşür. Çünki riyaziyyat əslində çox da çətin düşmür. Yəni bilirsiniz necə olur? Çətin, orta və asan səviyyəli suallar olur. Ta ki siz imtahanda başlayın ilk olaraq asan sualları yazmağa. Ortalardan da yaza bilirsinizsə yazın. Çətinlərdən də yaza bildiyiniz yazın. Amma gördünüzsə ki, sizin çox vaxtınızı apar. Artıq həmin sualı saxlayın imtahanın sonuna. Çünki belə sizin həmin suala çox vaxtınız gedəcək. İstər riyaziyyat olsun, istər Azərbaycan dili fənni olsun. Əgər siz 11-ci sinifə qədər məktəb dərslərini normal oxumusunuzsa, 9-cu sinif imtahanınızı yaxşı vermisinizsə, inanın ki, 11-də də yəni eyniləri olur. Necə ki 9-da əgər yaxşı yazırsınızsa, 11-də də böyük ehtimal ki, yaxşı yazacaqsınız. Amma 9-da zəif yazmısınızsa, 11-ci sinifə qədər çox çalışsanız sizə alınacaq. Amma yox, yenə 9-cu sinifdəki kimi çalışsanız, böyük ehtimal ki, nəticənizdə elə eyni gələcək. Ona görə də çalışın ki, çox çalışasınız. Çox çalışmaqla bərabər düzgün çalışasınız. Riyaziyyat elə bir fəndir ki, yəni oturub saatlarla işləmək olar, amma düzgün işləməyəndən sonra onun heç bir mənası qalmır. Mənim sizə yəni ən böyük tövsiyəm odur ki, qaydaları öyrənin riyaziyyatdan və qaydaları öyrəndikdən sonra əsas toplunu işləyin. Toplu ilə bərabər bir kitab işləmək istəyirsə, güvən işləyin və öncəki illərin buraxılışlarını işləyin. Bunları işləsəniz, sizin böyük ehtimal ki, riyaziyyat nəticənizdə yaxşı olacaq. Daha sonra isə gələk ingilis dili fənninə. Mən ingilis dilindən necə hazırlaşırdım? Mənim ingilis dili fənnim həm 9-cu sinifdə, həm də 11-ci sinifdə 97,3 gəldi. Yəni 29 yazmışam, cəmi bir səhvim olub. Həmin səhvimdə məhz elə dinləmədən idi. Çünki dinləmə mən düşünürəm ki, bir çox şagirdin yaralı yeridir və ona görə də ingilis dilində xüsusən dinləməyə diqqət etmək lazımdır. Çünki həm iki açıq sual dinləmədən gəlir. Düzdür, indi bizim ilimizdən sonra səhv eləmirəmsə format dəyişmiş ola bilər, amma yenə də dinləmə var. Dinləmənizi necə gücləndirə bilərsiniz? Gəlin bu haqqda danışaq. Dinləmənizi gücləndirmək istəyirsinizsə, yəni adından da göründüyü kimi dinləməni yaxşılaşdırmaq üçün çoxlu dinləmə işləmək lazımdır. Və dinləmə işləyirsinizsə, o cümlədən nə edə bilərsiniz? Yolda gedərkən özünüzə bir podkast açın. Yaxşı olar ki, həmin podkastı elə at yazı ilə izləyəsiniz. Bir dəfə at yazı ilə izləyin. Daha sonra isə podkastı tutaq ki, artıq heç baxmayın, sadəcə dinləyin. Görün, həqiqətən də siz deyilənləri başa düşə bilirsinizmi? Artıq bu həqiqətən bir dəfə, iki dəfə, üç dəfə və özünüz də görəcəksiniz ki, həqiqətən də sizin dinləmənizdə müəyyən qədər irəliləyişlər var. Ona görə də dinləməni yaxşılaşdırmaq üçün çoxlu dinləmək lazımdır. Gəlin dinləmədən danışdıq. İndi isə qrammatikaya keçək. İngilis dilinin qrammatikasına necə hazırlaşırdım? Mən əslində 11-ci sinifdə demək olar ki, ingilis dilindən qrammatikaya aid qayda oxumamışam. Çünki mənim qrammatikam yaxşı idi. Yalnızca mən testlər işləyirdim. Testlərdə hansı mövzudan səhvim çıxsa, həmin mövzunu gedib yenidən bir göz gəzdirirdim. Amma yenə də mən 9-cu sinifdə müəllimə əsas qaydaları deyərkən yenə dəftərimə qeyd edirdim. Ona görə də mən elə həmin dəftərdən baxırdım və yaxud da ki, Gülnar Mudovanın qayda kitabı var. Sizin qaydalarınız zəifdirsə və yaxud da qaydaları zəif bilirsinizsə, həmin kitabdan istifadə edə bilərsiniz. Düşünürəm ki, yararlı kitabdır. Yəni ingilis dilinin qaydaları həqiqətən də imtahana çox asan düşür. Yəni
siz əvvəldən qaydaları yaxşı oxumusunuzsa 9-10-cu siniflərdə, inanın ki, yəni rahat 11-ci sinifdə də yaza biləcəksiniz. Qeyri-adi bir qrammatika qaydası düşmür. Mən əslində topluluğunu bu il də çox işləmirdim. Sadəcə bəzi mövzular var idi ki, hansı ki yaddan çıxan mövzular idi. Artikeldir, söz önüdür. Bu mövzulara daha çox işləyirdik. Xüsusən artikeli artıq yeni topluluqda dəyişiblər. Əvvəlki topluluqda artikelin əsas məzmunu əzbərçilik idisə, yeni topluluqda məntiqə dayanar bir şəkildə hazırlayıblar. Ona görə də mütləq yeni topluluğunu işləməyi hər birinizə məsləhət görürəm. Yəni qaydanı bilsəniz belə topluluğunu işləməyinizdən ziyan yoxdur. Çünki qaydalarınızı gücləndirmək üçün də yəni ən əsas mənbə ilə topluludur. Topluluğunu işləyin. Mətnlərdən isə bizə müəllimə öz mətnlər atırdı. Səhv eləmirəmsə Samir Balakişiyev idi adı, səhv də demiş ola bilərəm. Həmin müəllimin kitabından bəzən atırdı, topludan işləyirdi. Yəni hər üç fəndən də əslində əsas topludur. Toplunu işləsəniz, yəni buraxılış qeyri-adi suallar düşmür. Toplunun mətnləri də elə öncəki illərin buraxılış imtahanlarının düşən mətnlərdir. Yəni ona görə də toplunun mətnlərini ingilis dilində mütləq işləyin. Söz bazanızı güclü tutmalısınız o cümlədən. Yəni həm sizdə indi 100 sözlü essedir, bizdə 3 cümlədən ibarət bir esse yazmalıydıq. Düzdürsə daha çətinləşib, amma bir tərəfdən də bəzi hissələrdən səhv etmirəmsə daha azaldıblar. Bu 100 sözlük artıq esse olduğu üçün. İnanın ki, hazırlaşsanız çətin deyil yəni. Əsas odur ki, söz bazanızı güclü tutun, çoxlu sözlər oxuyun. Hətta vaxtınız qalsa ingilis dilindən əlavə kitablar da oxuya bilərsiniz. Lakin eləsə müəlliməniz verən sözləri oxusanız siniflər üzrə sizə kifayət edəcək. Çünki düşən sözlərdə elə məktəb dərsliklərində olan sözlər olur. Əlavə hər hansısa bir qeyri-adi bir şey düşmür. Əsas tövsiyəm odur ki, ingilis dilindən dinləmənizi yaxşı tutun. Çünki ən riskli və ən çətin elə dinləmə olur. Qalanlarını isə müəlliməniz dedikcə nələri ki işləsəniz, yəni müəlliməniz evə verdiklərini tamamilə işləsəniz, mən düşünürəm ki, ingilis dili fənində qeyri-adi bir çətinlik yoxdur. İndi isə gəlin sınaqlardan danışaq ki, mən özüm hansı sınaqlara gedirdim və yoxdur, gedirdim ümumiyyətcə. Gəlin bu haqda danışaq. Mən yalnızca OTK sınaqlarına gedirdim. O da ki, hər sınağa getməmişəm açığı. Çünki mənim imtahanımla birgə bir sıra yarışma və müsabiqələrim var idi. Hansı ki, sabahın alimləri, ən yaxşı təqdimat, Qrintek və s. Ona görə də açığı mənim sınağa gedəcək həqiqətən də vaxtım qalmırdı. Lakin sınağa getdikdə isə OTK sınaqlarına gedirdim. Yəni 4 dəfə falan böyütməkə getmişəm. Hətta daha çox da ola bilər. Lakin hər birinə getməmişəm. Əgər siz də sınağa getmək istəyirsinizsə, sizə elə məsləhət görəcəyim sınaq OTK-dır. Yəni güvənə və s. getməyinizə ehtiyac yoxdur. Çünki imtahana ən yaxın suallar OTK sualları olur. OTK-dan belə deyim, nəticəniz yaxşı gəlsə, elə imtahanda da təxminən eyni nəticə olur. Hətta daha artığını da yaza bilərsiniz. Tutaq ki, mənim OTK sınaqlarım nəticəm hər zaman, yəni mənim imtahan nəticəmdən daha aşağı gəlib, heç vaxt daha yuxarı çıxmayıb. Düzdür, bəzilərində tam əksinə olur. Amma mən düşünürəm ki, İmtahan hətta OTK sınağından daha rahat düşür. Çünki imtahanda yalnızca şəhər məktəbləri imtahan vermir. O cümlədən bizim bir sıra bölgələrimiz, rayonlarımız hər birindən şagirdlər bu imtahana cəlb olunduğu üçün o qədər də buraxılış imtahanı blok qədər çətin olan bir imtahan deyil və normal hazırlaşsanız yüksək nəticə əldə edə biləcəyiniz bir imtahandır. Yəni OTK sınağına ona görə gelirsiniz ki, biləsiniz ki, tutaq ki, sizin hansı mövzudan daha çox zəifliyiniz var. O da ki, adətən daha az mövzu düşür sınağa. Tutaq ki də 2 aylıq bir mövzu düşür sizə, yəni 2 ay ərzində keçirilməli mövzular. Məsələn, ilk sınağa çox asan mövzular düşür. Kəsirlər, natural ədədlər və s. Ona görə də əslində sınaq tam olaraq sizin bilginizi ölçmür. Yəni sınaqdan aşağı yığanda heç vaxt narahat olmayın da. Yəni sizi müəllimləriniz və s. motivasiyadan salmağa çalışsa ki, sən sınaqdan aşağı yığmısan, niyə belə oldu və s. Çalışın, daha çox çalışasınız. Amma sınaq nəticəniz heç zaman sizi məyus etməsin. Çünki yəni adı üstündə bu bir sınaqdır. Sizin gerçək nəticənizə bunun heç bir təsiri yoxdur. Ona görə də qəti şəkildə motivasiyadan düşməyin sınaqlara görə. Gəlin elə motivasiyadan söz düşmüşkən, motivasiya və disiplin mövzusunda danışaq ki, mən öz motivasiyamı və disiplinimi necə qoruyurdum.
İlk olaraq onu deyim ki, motivasiyanı hər zaman qorumaq mümkün olmur. Yəni heç kim hər gün belə 100% enerji ilə dərsə fokuslana bilmir. Çünki xüsusən də artıq yanvar ayından sonra insan o qədər yorulur ki, bu sizdə olsa, yəni bunu normal qarşılayın. Çünki siz artıq neçə aydır ki, ancaq məşğələlərlə məşğulsunuz, hətta böyük ehtimal məktəbə də gedirsiniz. Yəni ona görə də bu hallar normaldır. Bəzən yorulanda özünüzə istirahət verməyi bacarın. Tutaq ki, axşam məşğələdən gəlmisinizsə, görürsünüzsə ki, sizin bu dərsi eləməyə həqiqətən halınız yoxdur. Başınızı qoyun, 1-2 saatlıq yatın və yaxud da daha tez yatın, səhər tezdən başlayın dərsinizi işləməyə. Düzdür, mən çox vaxt belə etmirdim. Mən elə axşam məşğələmdən gəlib, biraz dincəlib, gecə saat 3-ə 4-ə qədər hazırlıqları çatdırmağa çalışdığım olub. Amma siz çalışın ki, belə etməyin. Mən düşünürəm ki, gecə yuxusunu yatıb səhər dərsə başlamağınız daha yaxşıdır. Çünki gecə yatmayanda insan həqiqətən də yorğun olur və insanın başı ağrıyır çox pis. Ona görə də siz gecə yatın, normal yuxunuzu alın, səhər yenidən daha tez oyanın və yaxud da məktəbə gedirsinizsə, elə məktəbə də hazırlıqlarınızı eləyə bilərsiniz. Çünki mən düşünürəm ki, bir çox məktəblərdə buna şərait yaradırlar. Və mənə ən çox verilən digər suallardan biri odur ki, sosial media hesablarım var idimi? Telefonum var idimi? Bəli, mənim həm sosial media hesablarım var idi, həm telefonum var idi. Yəni sosial media hesablarımı da aktiv olaraq işlədirdim. Ona görə də mən düşünürəm ki, imtahandan, yəni yüksək nəticə yığmaq o demək deyil ki, mən telefonumu atmışam, sosial media istifadə etməmişəm. Xeyr, belə deyil. Yəni siz də əgər yüksək nəticə əldə etmək istəyirsinizsə, özünüzü sırf dərsə fokuslamaqla bunu bacarmaya da bilərsiniz. Yəni mən düşünürəm ki, yaxşı abituriyent həmin abituriyentdir ki, hər bir işə vaxtını çatdıra bilsin. Yəni düzgün iş bölgüsü edə bilsin. O cümlədən sizin çox oxumağınız, yaxşı oxumağınız mənasına gəlmir. Çalışın ki, hətta belə deyərdim, normal oxuyun, amma keyfiyyətli oxuyun. Yəni özünüzə mütləq vaxt qoymayın ki, mən tutaq ki, bugün 4 saat Azərbaycan dili işləyəcəm. Belə etməklə siz sadəcə vaxtı doldurmuş olursunuz. Ona görə də keyfiyyətli işləməyə fokuslanın. Həqiqətən işlədiyiniz testlərin, materialların nə qədər keyfiyyətli olduğundan əmin olun və görün ki, əgər həmin materiallar buraxılış imtahanına uyğundursa, ondan sonra işləyin. Yəni buraxılışa uyğun olmayan testlər işləməyin sizə o qədər də yararı olmayacaq. Və mənim sizə digər bir məsləhətim odur ki, məncə siz 11-ci sinifsiniz deyə sırf buraxılış və blok imtahanına hazırlaşmaq məcburiyyətində deyilsiniz. Yəni hazırlaşın, amma onunla bərabər sosial aktivitələriniz də olsa sizin üçün daha yaxşı olar. Məsələn, mən həm sosial aktivitə, həm əlavə uşaqlara dərslər keçirdim, həm 3 müsabiqə, yəni 11-ci sinifdə bunların hər birini çatdıra bilmişəmsə, təbii ki, bunun üçün əzmkarlıq göstərmək lazımdır, çox çalışmaq lazımdır. Amma siz də çox çalışaraq bir sıra işlərinizi çatdıra bilərsiniz. Düşünürəm ki, bəzən tədbirlərə də gedin, könüllülüklərdə də əlinizdən gələn qədər iştirak edin ki, həm başınız qarışsın. Yəni artıq bu monoton həyat tərzi keçirəndə insan həqiqətən yorulur. Ancaq dərs. Məsələn, mən ancaq dərs artıq yorulurdum ki, mən həqiqətən də başqa heç bir işlə məşğul olmayıb, ancaq sırf bir imtahana hazırlaşıram. Ona görə də siz o cümlədən sosial aktivitələrinizi davam etdirsəniz, düşünürəm ki, daha yaxşı olar. Yəni dolu-dolu bir il keçirmiş olarsınız. Həm də bəzən dərslərdən başınız qarışar. Belə deyim ki, beyniniz açılar. O cümlədən özünüzə belə nə edə bilərsiniz? Tutaq ki, bir hazırlığın dərslərini eləyib bitirdiniz. Özünüzə sanki balaca ödül deyirlər də, türklər, ödüllər qoyun. Tutaq ki, çox sevdiyiniz bir serial ola bilər. Onun bir bölümünə baxın. Mən bəzən elə edirdim, amma mən 2 qısa baxırdım deyə, tutaq 40 dəqiqəlik bölümün 20 dəqiqəyə baxırdım və artıq bir fənnimi bitirəndən sonra və yaxud da bütün günkü hazırlıqlarımı, səhərin hazırlıqlarını bitirdikdən sonra özümə elə bir çox sevdiyim bir film açırdım və yaxud da bir serial açırdım. Onun bir bölümünü izləyirdim. Lakin mən 2 qısa izləyirdim deyə daha sürətli gəldi. Bəzən oturub 2-3 bölümü bitirə bilirdim dərslərimi bitirdikdən sonra. Lakin siz həm bir fənni bitirdikdən sonra, yəni
məcbur deyil ki, kino izləyəsiniz. Məsələn, düşüb həyətə 10-15 dəqiqəlik bir gəzinti eləyə bilərsiniz ki, havanız dəyişsin. Yəni əlinizdən gələn qədər də bacara bilsəniz, bu ildə idmana da gedin. Çünki insan bədəni o qədər gərgin olur ki, ancaq hazırlıq ev və çox yorğun olursunuz. Ona görə də məsləhətim olar ki, ən azından idmana gedə bilməsəniz belə, evdə müəyyən bir gimnastik hərəkətləri eləyin ki, həqiqətən də insanı həm bədənini rahatladır, həm də ki, zehni olaraq insanı rahatladır. Yəni uzun sözün qısası, həm sosial aktivliyinizi qoruyun, həm dərslərinizə fokuslanın. Bilirəm, bu çətin olsa da, lakin bunu bacarmaq imkansız deyil və hər biriniz düşünürəm ki, bunu bacara bilərsiniz. Belə izlədiyiniz üçün təşəkkür edirəm. Yenə əlavə nə suallarınız olarsa, yorumlarda qeyd etməyi unutmayın. O cümlədən mənə şəxsdən də aşağıda Instagram hesabımı və s. qeyd edəcəm. Mənə şəxsdən yazıb suallarınızı verə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə, videonu bəyənməyi və abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.